Martın 17-sində Milli Məclisdə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib. İclasın açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər. Sahibə Qafarova və Valentina Matviyenko salamlama nitqlərində parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Hər iki spiker deputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsində fəaliyyəti barədə öz fikirlərini bölüşüblər. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federal Məclisi Federasiya Şurasının parlamentarizmin inkişafındakı xidmətlərinə görə fəxri nişanı təqdim olunub. Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyası öz işini davam etdirib. Komissiyanın həmsədrləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər. İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra parlamentlərarası komissiyanın 22-ci iclası başa çatıb. Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, eləcə də aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak ediblər.